Hamınıza salamlayıram. Bugün hər bir imanlıya aid olan bir mövzu haqqında danışmaq istəyirəm. Yəni, imanlının yaşından, məbəddəki mövqeyindən və ya neçə il imanlı olduğundan asılı olmayaraq bu mövzu hər kəsə aiddir. Yəni, hər imanlıya, hər xidmətçiyə aiddir. Mövzu isə Allaha xidmət etməyin niyyətləridir. Bilmirəm niyə Allah bu mövzunu ürəyimə qoydu, amma Rəbb vəz verəndə öncə vəzi deyən insana nələrsə çatdırır, sonra isə qulaq asanlar. Amma xahiş edirəm ki, hər kəs öz ürəyinə baxsın, yəni başqasına yox. Çünki ancaq Allah hər kəsin ürəyini açıq-aşkar görür. Xidmət haqqında danışarkən biz insanlar çox vaxt onun görünən tərəfinə diqqət verir. Biz baxırıq ki, insan nə qədər zəhmət çəkir, məbədə və xidmətə nə qədər vaxt ayırır, neçə nəfər onun vəzini qulaq asır, hansı xidmətləri görür, neçə nəfərə müjdə edib və ya nə qədər yaxşı işlər görür və s. Amma Allah daha dərinə baxır. Allah yalnız bizim nə etdiyimizə deyil, həm də bunu niyə etdiyimizə baxır. Bəzən insan düzgün əməlləri düzgün olmayan ürəklə də edə bilər. O, xidmətdə iştirak edə bilər, vəz edə bilər, iyanə verə bilər, insanlara kömək edə bilər və hətta məbəddə hansısa mövqe tuta bilər. Amma bununla belə onun niyyətləri Allahdan uzaq ola bilər. Buna görə də Rəbbi yalnız əməllərimiz deyil, ürəyimizin vəziyyəti də maraqlandırır. Süleymanın məsələləri 16:2-də deyilir ki, insanın bütün yolları öz gözündə təmiz sayılır, lakin Rəbb ürəkləri yoxlar. İnsanlar əməlləri görür, Allah isə ürəkdəki niyyətləri görür. İlk nümunə Yaradılış kitabından olacaq. Qabil və Habil hər ikisi qurban təqdimi ilə Allahın hüzuruna gəldilər. Zahirdə onlar eyni şey edirdilər. Hər ikisi Allaha ibadət edirdi. Hər ikisi Allaha təqdim gətirmişdi. Lakin kəlam Yaradılış 4-cü fəsil 4-5-də deyir ki, Rəbb Habili və onun təqdimini qəbul etdi. Ancaq Qabili və onun təqdimini qəbul etmədi. Maraqlıdır ki, Allah əvvəlcə insana, sonra isə onun təqdiminə baxır. Yəni yazılıb ki, bu mətndə görürük ki, əvvəl Habil haqqında yazılır, sonra isə onun qurbanı haqqında danışılır. Eynisi də Qabillə. Və bu hadisəni oxuyanda sual yaranır ki, niyə Allah birini qəbul etdi, digərini isə qəbul etmədi? Bəziləri hesab edir ki, səbəb onların qurban üçün gətirdikləri təqdimlərdə idi. Çünki onlar fərqli şeylər gətirmişdi. Amma kəlam başqa şey deyir. İbranilər 11:4-də yazılıb ki, iman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Habilin ürəyi Allaha yönəlmişdi. Onun ibadəti səmimi idi. Çünki o bunu imanla edirdi. Qabilin ürəyi isə düzgün deyildi. Biz bunu necə bilirik? Allah onu və onun qurbanını qəbul etmədikdən sonra onun hərəkətləri göstərir ki, onun ürəyində qürur, paxıllıq və itaətsizlik var idi. Tövbə etmək əvəzinə o qəzəbləndi və qardaşını öldürdü. Bəzən biz də paxıllıq və qürura görə öz qardaşımızı və bacımızı mənəvi və ruhani öldürə bilərik. Və 1-ci Yahya 3:12-də yazılıb ki, şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O qardaşını niyə öldürdü? Ona görə ki, öz əməlləri şər, qardaşının əməlləri isə salih idi.
Bu hadisə bizə vacib bir həqiqəti göstərir. Allahın bizim təqdimlərimizə ehtiyacı yoxdur. Allaha bizim ürəyimiz lazımdır. Bəzən insan Allaha xidmət təqdim edir, amma onun ürəyi Rəbdən uzaq olur. Əslində o ona görə xidmət edir ki, ya tanınsın, ya hansısa mövqe qazansın, ya hansısa fayda əldə etsin, ya təsir sahibi olsun və ya öz əhəmiyyətini göstərsin. Belə xidmət bəzən uğurlu görünə bilər, amma Allah onu qəbul etməyə bilər. 1. Şamuel kitabının 13-cü fəslində biz Padşah Şaul haqqında oxuyuruq. Həmin vaxt İsrail Filistlilərin hücumu səbəbindən təhlükə altında idi və xalq qorxu içində idi. Filistlilərlə döyüş gözlənilirdi, amma Şamuel peyğəmbər gəlib çıxmağı bilmirdi. Və gəlin oxuyaq orada nə baş verir. Şaul Şamuel təyin etdiyi vaxta qədər 7 gün gözlədi. Lakin Şamuel Gilqala gəlmədi. Ona görə də xalq Şaulun yanından dağılmağa başladı. Şaul dedi, yandırma qurbanını və ünsiyyət qurbanını yanıma gətirin. O, yandırma qurbanını təqdim etdi. Yandırma qurbanının təqdimi qutaranda Şamuel gəlib çıxdı və Şaul salamlaşmaq üçün onu qarşılamağa çıxdı. Şamuel dedi, sən nə etmisən? Şaul isə dedi, gördüm ki, ətrafındakı xalq dağılır, sənsə təyin etdiyin gün gəlmədin və Filistlilər Mikmasda toplanıb, dedim ki, indi Filistlilər Gilqala üstümə gələcək, mənsə hələ Rəbbin razılığını almamışam. Ona görə də özümü məcbur edib yandırma qurbanını təqdim etdim. Şamuel Saula dedi, ağılsızlıq etdi. Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədi. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı. Lakin indi padşahlığın davam etməyəcək. Rəbb özü üçün öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi. Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin. İlk baxışda elə görünə bilər ki, Şaul yaxşı bir iş görmək istəyir. Axı o Allaha qurban gətirmişdi. Amma problem onda idi ki, Allah ona bunu etməyi tapşırmamışdı. O, Şamuel peyğəmbəri gözləməli. Amma Şaul öz fikrini Allahın əmrindən üstün tutdu. Diqqət edin, burada Şaul bütlərə ibadət etmirdi. O, açıq şəkildə Allahı rədd etmirdi. Hətta o dini ayini yerinə yetirmişdi. Amma bunun arxasında yanlış niyyətlər dayanır. Onun niyyəti iman və itaət etmək deyildi. Əslində isə xalqın dəstəyini itirmək qorxusu və vəziyyətə nəzarəti saxlamaq istəyi. Bugün də buna bənzər hallar baş verir. Bəzən insan Allaha xidmət etməyə ona görə başlamır ki, Allah onu yönəldir. Amma ona görə başlayır ki, onun başqa şəxsi niyyətləri var. Bəzən Allahın ona tapşırmadığı işi öz üzərinə götürür. Bəzən Allahın rəhbərliyini gözləmədən öz başına hərəkət edir. Belə niyyətlərlə görülən xidmət Allaha izzət gətirmir. Niyyət mövzusunu biz 15-ci fəsildə də yenə də Şaul ilə görə bilərik. Şaul Amaleklərlə müharibədən sonra oradan heç nə özünə götürməməli. Hər şeyi məhv etməli. Yəni, bu Allahın ona olan konkret əmri idi. Amma Şaul neynədi? 9-cu ayədə oxuyuruq ki, amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleklərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi. Bütün gərəksiz və yararsız şeylər isə tamamilə yox idi. Onlar Aqaq şahını əsir götürdülər və
ən yaxşı mal heyvanlarını özlərinə götürdü. Və Şamuel Peyğəmbər bunu biləndə və Şaulu buna görə məzəmmət edəndə, Şaul özünə bəraət qazandırmağa başladı. Şaul dedi, onları Amaleklərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi. Şaulun sözünə inansan, o tərifə layiq bir hərəkət edir. Güya ki, onlar Allaha qurban üçün götürüblər o mal-qaranı. Bir Şamuelə adalceniyadır ki, sənin Allahına qurban etmək üçün. Amma Allah əsl səbəbi əlbəttə ki, görür. Allahı aldatmaq mümkün deyil. Əslində, xalq görüb ki, çoxlu yaxşı mal-qara var və fikirləşiblər ki, bunu niyə məhv edək ki? Biz vuruşmuşuq, qələbə çalmışıq, biz buna layiq. Amma onlara qələbəni Allah vermişdi və öz məqsədinə görə vermişdi. Və Şaul da görüb ki, xalq talan malını götürür, həm qorxub onlara qarşı çıxmağa, həm də özü də şirniklənib. Fikirləşib ki, yaşı Şamuel bilsə deyərəm ki, bunu Allaha qurban vermək üçün götürmüş. Allaha xidmət etmək üçün. Və Rəbb burada Şamuel Peyğəmbər vasitəsilə çox təsirli sözlər deyir. Allaha itaət etmək və tabe olmaq qurbandan daha yaxşıdır. Bu həqiqət imanlı həyatının əsas prinsiplərindən biridir. Allaha bizim xidmətimiz lazım deyil, əgər biz ona itaət etmiriksə. Sən Allahı xidmətin böyüklüyü ilə heyrətləndirə bilməzsən. Allah bizim ruhani vəziyyətimizi bizim elədiyimiz xidmətlərlə ya da qəşəng vəzlərlə ölçmür. Rəbb ilk növbədə ürəyə baxır. İnsan başqalarının gözündə öz itaətsizliyini gözəl ruhani sözlərlə ört-basdır edə bilər. O öz hərəkətlərini xidmət üçün elədiyi kimi təqdim edə bilər. Amma əgər bunun əsasında qürur, hakimiyyət arzusu, qazanc və ya öz nüfuzunu qorumaq daşıyırsa, Allah bunu əlbəttə ki, görür. Bəzən biz deyirik ki, mən bunu Rəbb üçün edirəm, xidmət üçün. Amma əslində özümüz üçün edir. Məhz buna görə Allah Şaulu padşahlıqdan rədd etdi. Bunun vasitəsilə Rəbb göstərdi ki, o insanın ürəyindəki niyyətə nə qədər ciddi yanaşır. Filiplərə 1-ci fəsildə 15-ci ayədə Həvari Paul deyir ki, doğrusu bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edir. 18-ci ayədə isə davam edir ki, istər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa olsun, əsasən Məsih bəyan edilir. Mən buna sevinirəm. Bu mətni düzgün başa düşmək lazım. Paul riyakarlıqla, yəni pis niyyətlə xidmətə bəraət qazandırır. O demir ki, paxıllıqla və rəqabətlə xidmət yaxşıdır. O, müjdənin yayılmasına sevinir. Buradan biz görürük ki, bəzən Allah hətta insanın niyyətləri düz olmadıqda belə ondan istifadə edə bilər. Amma bu o demək deyil ki, Allah pis niyyətləri bəyənir. Bəzən elə olur ki, imanlı səmimi olaraq müjdə edir və ya vəz edir. Amma onun ürəyinin dərinliyində şöhrət ya tanınmaq və ya başqalarından üstün olmaq arzusu yaşaya bilər. Allah belə xidməti də istifadə edə bilər ki, başqa insanları xeyir dolanırsın. Amma həmin xidmətçinin özünün tövbədə və ruhani təmizləmədə ehtiyacı var. Və əgər onun ürəyində heç nə dəyişməsə, o bunun nəticəsini nə vaxtsa görəcək.
Biz arada özümüzə suallar verməliyik. Mən bunu niyə edirəm? Niyə vəz edirəm? Niyə ilahi oxuyuram? Niyə iyanə verirəm? Niyə hansısa xidmətə rəhbərlik edirəm? Niyə məbəddə hansısa statusa can atıram? Əslində bu sualların cavablarını Allah artıq bilir. 1. Peter 5:2-də Həvari Peter xidmətçilərə müraciət edir. Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan həvəslə nəzarət edin. Burada Peter xidmətin yanlış və düzgün niyyətlərini göstərir. Yanlış niyyət məcburiyyətlə, yəni özünü zorlamaqla xidmət etməkdir. Yanlış niyyət haqsız qazanc üçün xidmət etməkdir. Yanlış niyyət insanlardan öz xeyrin üçün istifadə etməkdir. Düzgün niyyət isə Rəbbə könüllü olaraq xidmətdir. Düzgün niyyət Rəbbin xalqına qarşı qayğıdır. Həqiqi xidmətçi statusu deyil, insanlara sevir. Hakimiyyəti yox, Məsihi sevir. Öz xeyrini yox, Allahın iradəsini sevir. Təəssüf ki, bəzən elə hallar olur ki, xidmət şəxsi məqsədlərə çatmaq üçün bir vasitəyə çevrilir. Amma Peter xatırladır ki, Allahın sürüsü çobanlara deyil, Rəbbə məxsusdur. Buna görə də bir gün hər birimiz ürəyimizdəki niyyətlərə görə Allaha hesabat verəcək. Bir çox xidmətçilər suallar verirlər ki, Allah niyə gördüyüm işləri hər dəfə xeyir dolandırmır? Niyə maneələr yaranır? Niyə gözlənilən nəticələr olmur? Niyə bəzən xidmətdə münaqişələr və ya məyusluqlar olur? Bəzən səbəb o ola bilər ki, Allah bizim niyyətlərimizi təmizləmək istəyir. Biz çox vaxt xidmətə səmimi ürəklə başlayırıq. Amma zaman keçdikcə ola bilər ki, ya şöhrətpərəstlik, ya qürur, ya qazanc istəyi və ya nəzarət etmək istəkləri kimi niyyətlər yarana bilər bizdə. Onda isə Rəbb bizim ürəyimizin vəziyyətini göstərmək üçün bəzi arzulamadığımız vəziyyətlərin olmasına icazə verir. Bəzən Allah bizi cəzalandırmaq üçün yox, bizi yönəltmək üçün bəzi qapıları bizim üzümüzə bağlayır. Həm də bəzən Rəbb bizə təvəzzükarlığı öyrətmək üçün də uğursuzluqların olmasına icazə verir. Həvari Paul Romalılar 12-ci fəsildə 3-cü ayədə imanlara deyir: Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın. Lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl kamalla düşünün. Kəlam bizi Məsihdə möhkəmləndirərək təvəzzükar edir. Təvəzzükarlıq olmadan xidmət mümkün deyil. Bu ayə deyir ki, özümüz haqqında təvəzzükar düşünək. Çünki təvəzzükarlıq çox vacibdir. Məncə, hər kəs bununla qarşılaşıb, əgər siz nə vaxtsa hansı xidmətlə məşğul olmusunuzsa, sizi qiymətləndirməyən insanlarla qarşılaşmışsınız və ya sizə qarşı çıxanlar olub. Sizinlə hesablaşmayan, sizi alçaldan və ya öz fikrini üstün tutan insanlarla qarşılaşmışsınız və yenə də qarşılaşacaqsınız. Təvəzzükarlıq və həlimlik olmadan belə vəziyyətlərdən keçmək mümkün deyil. Əgər bizim xidmətimiz kəlama deyil, başqa şeylərə əsaslanırsa, mütləq gərginliklər olacaq. Ürəkdə kin yaranacaq.
incikliklər olacaq. Bəzən Allah belə vəziyyətlərin olmasına imkan verir ki, həm də bizim insan fikrindən asılı olmamağımızı da bizə öyrətsin. Bizim üçün vacib olmamalıdır ki, xidmətimizi kimlərsə dəyərləndirir ya yox. Və ya bizə xidmətimizə görə təşəkkür etdilər ya yox. Hətta kimsə xoşagəlməz bir fikir də söyləyə bilər. Amma biz buna da çox fikir verməməliyik. Çünki biz Allaha xidmət edirik. Xidmətin niyyətləri kəlama uyğun olanda o xidmət təvəzzükarlıqla ediləcək. O xidmət Məsih naminə ediləcək. Məsihin gücü ilə ediləcək. Məsihdə güvənlə ediləcək. Sevinclə ediləcək. Və çox vacib olan məhəbbətlə ediləcək. Paul 9 və 10-cu ayələrdə davam edir. Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin. Yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə biri-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Yazılıb ki, məhəbbətiniz riyasız olsun. Yəni, səmimi məhəbbətiniz olsun. Təkcə üzdə yox. Xidmətin əsas niyyəti və səbəbi elə budur. Allaha məhəbbət, bacı qardaşlara məhəbbət və kəlama məhəbbət. Əvvəldə dediyim kimi, Allaha nə etdiyimizdən başqa, ona bunu nəyə görə etdiyimiz də maraqlıdır. Qabil təqdim gətirdi, amma onun ürəyi düzgün deyil. Şaul dini ayinlər yerinə yetirirdi, amma səbəbi qorxu, qürur və özünə güvənmək hissi idi. Paulun da dövründə bəzi xidmətçilər paxıllıq və rəqabət niyyəti ilə xidmət edirdilər. Peter də xidmətçiləri qazanc və hakimiyyət axtarmamaq barədə xəbərdarlıq edir. Və Paul 11-ci ayədə davam edərək deyir ki, səyiniz azalmasın. Ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Sən özünə və öz niyyətlərinə deyil, Rəbbə xidmət etdikdə sən yorulmadan xidmət üçün səy göstərəcəksən. Sənin ruhun alovlu olacaq. Və neçə nəfərin sənə təşəkkür etməsinin sənin üçün heç bir əhəmiyyəti olmayacaq. Çünki sən Rəbbə xidmət edirsən. Buna görə də arada özümüzə suallar verək. Mən kimə xidmət edirəm? Mən kimi şöhrətləndirmək istəyirəm? Xidmətdən nə gözləyirəm? Əgər heç kim zəhmətimi görməsə, xidmət etməyə davam edəcəyimmi? Əgər Allah məni çətinlik və təvəzzükarlıq yolu ilə aparsa, xidməti davam edəcəyimmi? Və oxuduğumuz 12-ci fəslin lap əvvəlində Paul xidməti necə edəcəyini izah edir. 1-ci və 2-ci ayələr. Beləliklə, ey qardaşlar və bacılar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq ona təqdim edin. Bu sizin ağılla etdiyiniz ibadətdir. Bu dövrə uyğunlaşmayın. Əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. Həqiqi xidmət əməllərlə deyil, həsr olunmaqla başlayır. Rəbb bizim əllərimizdən istifadə etməzdən əvvəl ürəyimizə sahib olmaq istəyir. Bizə xidmət etibar etməzdən əvvəl o istəyir ki, biz tamamilə ona məxsus olaq. Və xidmətin ən düzgün niyyəti Məsihə olan məhəbbətdir. İnsan Rəbbi sevdikdə o Allahın izzəti üçün, müjdənin yayılması üçün və insanların xilas olması üçün xidmət edir.
Və belə xidmət Allahın xoşuna gəlir. Belə xidmət ruhani bəhrələr gətirir. Belə xidmət zamanın sınağına tab gətirir. Allah belə xidmətdə xeyir-dua və güc verir. Və bir gün belə xidmətçi Rəbbin sözlərini eşidəcək. Afərin, yaxşı və sadiq qulum. Ağanın sevincinə şərik ol. Amin.